Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün həm dadı, həm də rəngi olduqca gözəl olan faydalı xartut komportunun hazırlama qaydasını paylaşacağım. Başlayaq hazırlamağa. Gördüyünüz kimi iri dənəli xartutdan istifadə etdim. Əvvəlcə tutları qabın içərisinə tökürəm. Mən hamısını birlikdə əlavə etmədim. Təmiz yuyulsun deyə hissə yudum. Yuduğum tutları aşçıların içərisinə tökürəm ki, suyu tamamilə çəkilsin. Kompot üçün şüşələri əvvəlcədən qaynar su ilə yaxşıca yuyuram. Daha sonra isə tutları kompot şüşəsinin içərisinə yığıram. Zövqa görə, istəyə görə istədiyiniz qədər yığa bilərsiniz şüşəyə. Yəni çox da yığmaq olar, az da. Hər şüşə üçün yarım stəkan şəkər tozu tökürəm. Daha sonra isə bir cimdik limon duzu əlavə edirəm. Sonda şüşələrin içərisinə qaynanmış su tökürəm. Şüşələrin qapağını bərk bağlayıram və beləcə tərpədirəm ki, şəkər tozu tamamilə ərisin. Gördüyünüz bu qaydada şüşələri isti ədyalı bükürəm və beləcə bir gün saxlayıram. Ertəsi gün isə artıq kompotlarımız hazır olur. Rəngi də, ətri də gözəl olan kompotlarımız alınır. Əziz xanımlar, əgər siz də mənim videomu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.